Etimadsız birlik və cəmiyyətin sınağı. Horovluda görünən həqiqətlər. Cəmiyyətlər bəzən kiçik hadisələrin fonunda böyük həqiqətlərlə üz-üzə qalır. Doğru Xəbər TV xəbər verir ki, Horovlu kəndində keçirilən və zahirən Ağsaqqallar Şurası adı altında təqdim olunan tədbirdə belə hadisələrdən biri kimi yadda qaldı. Bu təkcə bir kəndin daxili prosesi deyil, həm də sosial münasibətlərin, etimad böhranının və mənəvi dəyərlərin hansı vəziyyətdə olduğunu açıq şəkildə göstərən bir nümunədir. Əslində Ağsaqqal anlayışı Azərbaycan cəmiyyətində sadəcə yaş göstəricisi deyil. Bu məfhum tarixən müdriklik, ədalət, mənəvi məsuliyyət və nümunəvi davranışla ölçülüb. Lakin son hadisələr göstərdi ki, bu anlayış bəzən formal çərçivəyə salınaraq mahiyyətindən uzaqlaşdırılır və müəyyən şəxsi maraqlar alətinə çevrilir. Belə olan halda isə ad qalır, məzmun isə itir. Horovluda keçirilən tədbirin tənqid olunmasından sonra ortaya çıxan reallıqlar bir daha sübut etdi ki, ictimai nəzarət və söz azadlığı cəmiyyət üçün həyati əhəmiyyət daşıyır. Yazılan tənqidi fikirlərdən sonra bəzi sakinlərin öz ata-babalarının məzarlarına diqqət yetirməsi, dağıdılmış qəbirlərin bərpasına başlanması müsbət dinamikanın yaranmasından xəbər verir. Bu onu göstərir ki, söz əgər həqiqətə söykənirsə, təsirsiz qalmır. Lakin məsələnin digər tərəfi daha düşündürücüdür. Bəzi şəxslərin həssas mövzulardan, xüsusilə şəhid xatirəsi, ata-baba mirası və kənd birliyi kimi dəyərlərdən istifadə edərək insanları manipulyasiya etməsi ciddi sosial problemdir. Bu artıq təkcə fərdi əxlaq məsələsi deyil, həm də ictimai etimadın sarsılması deməkdir. Çünki cəmiyyətin dayağı olan inam sarsıldıqda ən gözəl təşəbbüslər belə şübhə ilə qarşılanır. Analitik baxımdan yanaşdıqda burada 3 əsas problem üzə çıxır. Birincisi, dəyərlərin instrumentalizasiyasıdır. Yəni, müqəddəs sayılan anlayışların şəxsi maraqlara xidmət etmək üçün istifadə olunması. Bu, uzunmüddətli perspektivdə cəmiyyətin mənəvi dayaqlarını zəiflədir. İkincisi, legitimlik böhranıdır. Əgər bir təşəbbüs şəffaflıqdan uzaqdırsa və iştirakçılar aldadılmış hiss edirsə, həmin proses nə qədər rəsmi görünsə də ictimai legitimlik qazana bilməz. Üçüncüsü, sosial məsuliyyətin fərdiləşməsidir. Yəni, insanlar ümumi problemləri həll etmək əvəzinə daha çox şəxsi maraqlara yönəlir. Halbuki dağıdılmış məzarların bərpası kimi məsələlər kollektiv yaddaş və kimlik məsələsidir. Siyasi müstəvidə isə bu hadisə kiçik miqyasda idarəetmə modelinin miniatür nümunəsidir. Əgər yerli səviyyədə şəffaflıq, hesabatlıq və etimad təmin olunmursa, bu daha geniş miqyaslı idarəetmə strukturlarına da təsirsiz ötüşmür. Cəmiyyətin aşağı təbəqəsində yaranan etimadsızlıq yuxarıya doğru zəncirvari şəkildə ötürülür. Bütün bunlara baxmayaraq, müşahidə olunan müsbət dəyişikliklər bəzi sakinlərin tənqidindən nəticə çıxarması və real işlərə başlaması ümidverici məqamdır. Bu göstərir ki, cəmiyyət tam passiv deyil və doğru istiqamət göstərildikdə özünü düzəltmək potensialına malikdir. Nəticə etibarilə etibar qazanmayan birlik süni şəkildə şişirdilmiş bir balona bənzəyir. Onun içinə qədər nəfəslə doldurulsa da bir həqiqət toxunuşu ilə partlayıb yox olur. Əsl birlik isə şəffaflıq, səmimiyyət və ortaq dəyərlərə hörmət üzərində qurulmadır. Əks halda istənilən şura, istənilən seçki yalnız formal bir tamaşadan ibarət qalacaq. Horovluda baş verənlər isə bu sadə həqiqəti bir daha xatırlatdı. Cəmiyyətin yaddaşı var və o yaddaş nə saxta vədləri, nə də manipulyasiyanın uzun müddət qəbul etmir.